İlham Namiq Kamal, xalq artisti, professor, teatr və kino aktyoru. 1949-cu ildə Bakıda anadan olub. Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Gənc tamaşaçılar teatrında, Akademik Milli Dram Teatrında çalışıb. İlham miniatür teatrının yaradıcısıdır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərib. Üzeyir ömrü, bəyin uğurlanması, xatirələr sahilində 777 nömrəli Qızıl Qaz və sair bədii filmlərdə, Mozalan satirik kino jurnalının buraxılışlarında, televiziya tamaşalarında çəkilib. 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə şöhrət ordeni ilə təltif edilib. Salam, Real TV-də Azərbaycanın xalq artisti, teatr və kino aktyoru professor, hamımızın tanıdığı İlham Namiq Kamalın profilidir. İlham mənim, xoş gördük. Təşəkkür edirəm. Bax, uşaqlığınız Şamaxıda necə başladı? Atanız, ananız, maraqlarınız. Mənə maraqlıdır ki, İlham Namiq Kamalı bir mühit yetişdirib. O Şamaxıdan gəlib o mühit yəqin ki. Yox, o istərsəməz oradan gəlib, bizim paralel orada da evlərimiz olub. İndi də bağım da oradadır. Amma biz Bakıda böyümüşük. Bakıda böyümüsünüz. Bəli, Ağa Cəfər kişi, babam, rəhbətli babam manufaktura taciri idi. O ki, o zəlzələdən sonra bütün ailəni yığıb gəlib Bakıda mülklər tikdirdi, necə deyərlər. Həm də o manufaktura taciri deyəndə ki, onun Bakıda bir 5-6 yerdə manufaktura dükanları var idi, böyük mağazalar var idi. Manufaktura bilirsiniz də, o böyük atrezlər olur, belə satırdılar. O işlə ticarətçi olub. İndi elə ticarətçi də olsa, mən sizə deyim ki, indi təsəvvür edin, ticarət aləminin insanı bir oğlu olub, bir oğluna da Namiq Kamal adı qoyub. Təsəvvür edin. Yəni, bilavasitə savadlı olub, mütəfəkkir olub. Və biz Bakıda böyümüşük, Bakıda. Amma paralel gedmişik, gəlmişik, nətər deyərlər orada. Orada mən sizə deyim də, indi zarafatla yox, elə düzün deyim, elə Bakının özündə saat 80%-ə yaxın elə Şamaxılar yaşayır. Buna gizlətmək lazım deyil. Sonra da gəliblər burada qohum əqrəbə. Bölgə yenidir. Bəli, qohum əqrəbə. Yaranıb burada qızlar, məsələn, ailə qurublar, bəylər evləniblər, yəni çoxalıblar o mənada. Yəni, mənim üçün Bakı ilə Şamaxı arasında deyəndə, bu doğmadır, doğrudan da doğmadır, mənim üçün əsl məndə doğmadır. O mənada, o qəbildən mənim üçün istər ora gedəndə, istər Bakıda olanda, mən buranı nətər deyərlər, hər bir yeri öz doğma bir evim kimi qəbul eləmişəm. Nə vaxt ilk dəfə valideynlərinizə bildirdiniz ki, artıq incəsənət sahəsini, yəni aktyorluğu seçmişsiniz və valideynlərinizin reaksiyası maraqlıdır. Siz bunu gözəl qeyd elədiniz. Bizim nəsildə tacir çox olub, vəkil çox olub, həkim çox olub. Amma inanın ki, sənət aləmində demək olar ki, heç kim olmuyor. Amma hamısını da yaratmışsınız ekranda, o heç ekranda. Yox, doğrudan. O xarakterlər yaratmışam. Amma elə oldu ki, o vaxtı biz məsələn tez-tez gedirdik, dərnəklərə gedirdi. Mənim yadıma gəlir, Oktyabr rayonunda Məmməd Ağa Dadaşov əməkdar artist var idi. Onun dərnəyinə getmişəm, məktəbdə oxuya-oxuya. Sonra ən mütəfəkkir bizim insanlardan biri olan xalq artisti Lütfə Məmmədbəyovun xalq teatrı vardı, 26-lar sarayında. Ora getmişik. Və sonra da elə oldu ki, gəldim özüm imtahan verdim. Amma mən bilirdim ki, mən artıq yerim Bakı Dövlət Universitetində filologiya fakültəsində mən oxumalıyım. Yəni ki, belə arzulamışlar orada. Orada da, çünki ona görə deyim ki, oranın prorektoru da, Məmmədşah müəllim də bizim əmi deyirdi. Deyirdi ki, o gəlib burada oxuyar, bu uşaq yaxşı olar. Amma orada imtahan avqust idi. Mən iyul ayında getdim, özüm imtahan verdim. İncəsənət İnstitutu, o vaxt İncəsənət İnstitutu idi, universitet deyildi. Dram və kino aktyorluğuna ən müqtədir bir rejissor Adil İskəndərov imtahan götürürdü. O da qəbul elədi. Allah ona qəni-qəni beşlik olsun. Və gəldim evdə də dedim ki, bəs mən qəbul olunmuşam. Əvvəl bir baxdılar, nə eləyəcəksən? Bizlərdə tacirlərdir, həkimlərdir, vəkillərdir. Sən indi aktyorluqda nə olacaqsan? Belə açıq deyim ki, üzümə belə demədilər, amma hiss elədim ki, nəsə razı deyirlər. Amma Allah Teala necə deyirlər, qismət ilahidəndir də.
mən artıq 2-ci kursda oxuyanda o vaxt bizim rektor var idi, Rahib Hüseynov. Artıq məni universitetin, İncəsənət İnstitutunun tədris teatrı açıldı. Orada da özü dediyim ki, orada ödəməli idi də, maaş alırdıq. 2-ci kursdan həm oxuyurdum, həm də orada demək tədris teatrında 95 rubl. Bilirsiniz, 95 rubl böyük pul idi ya. 95 rubl nə etmisiniz ilk dəfə alanda İlham müəllim? İlk dəfə alanda o pulu. Getdim kostyum aldım. Aha. Macar kostyumları vardı. Macarstanın kostyumu vardı 75 rublə. Onu aldım, təzə evə gəldim. Hə, şimdi bax təzə kostyum almışam. Düzdür, bizdə elədir ki, evdə hər şey yemək, hər şey evdə. Amma hər ay o pullar demək olar ki, çəkməmək, geyinmək, necə deyərlər, çıxıb indi bir gəzintiyə getmək, kinoya, teatra. Yəni mənim öz pulum var idi. Təsəvvür edin, 18 yaşında oğlanın öz pulu olanda ləzzətli olaraq, düzdür, evdə də kömək edirdilər. Amma baxma, öz pulun olanda biraz da sənin üçün rahatçılıqdır, sən rahat olursan. Və sonra tez-tez elə 2-ci kursdan tək elə Azərbaycan televiziyasında, elə ASTV-də, o vaxt ASTV idi, ana televiziya, indi də elə bir baxın, görün, illər keçib, neçə ildir, 60 ilə yaxındır da. Həm o kanalda bugün də çıxış edirəm və hətta təşəkkürümü bildirirəm ki, o böyük bir, necə deyirlər, elə bir xəzinə var orada ki, o xəzinədə İlham Namiq Kəmalın tamaşaları çoxdur, necə deyərlər, benefisləri çoxdur, çəkilən bir aktyorun teatrları çoxdur ki, bugün də onlar nümayiş olunur. Təhsil müddətiniz bitdi və peşəkar səhnəyə artıq. Yəni, təhsil dövründən artıq peşəkar səhnədəydiniz, amma artıq diplomlu aktyor kimi peşəkar səhnədə fəaliyyətə başladınız. Mənə o dövrün çətinlikləri maraqlıdır. İlham Namiq Kəmal yəqin ki, ona kömək eləyənlərlə yanaşı, ona mane olanlarla da rastlaşıb. Amma bildiyim qədərilə siz konfliktsiz insansınız. Necə dəf edirdiniz bunu? Yox, mən sizə deyim ki, belə o dərəcədə də mane olan məsələsi mən deyə bilmərəm, amma bir onu qeyd edə bilərəm ki... Çətinlikləri deyək, yaxşı. Dövrün çətinlikləri var idi də. Dövrün çətinlikləri ki, bilirsiniz, o vaxtı teatrada tutaq ki, o vaxtı Tofiq müəllim idi, baş rejissor Tofiq müəllim idi. Əlbəttə, Adil müəllim ondan əvvəl məni dəvət elədi, kinostudiya, kinoaktyor belə bir teatr var idi, ora dəvət elədi. Orada heç bir 6 ay işləyəndən sonra bizim böyük rejissorumuz Tofiq müəllim teatra dəvət elədi. Akademik Milli Dram Teatrına. Və Akademik Milli Dram Teatrında da bilirsiniz ki, o vaxtı əmiyə, dayıya görə teatra çağırmırdılar və ya heç nəyə görə dəvət eləmirlər. Yalnız sənin istedadın vardısa, o, məsələn, elə Tofiq müəllim elə, Allah qəni-qəni, onda beşlik olsun, istər Fuadı, istər elə Şəfiqəni, istər Amaliyanı, istər Yaşarı, hamımızı, necə deyərlər, Səməndərin özünü, yəni bir-bir, nətər deyərlər, yığmışdı və bir truppa yaratmışdı, böyük bir ansambl yaratmışdı. Yəni, indi bilmirəm necədir, ona qarışmaq istəmirəm, amma o dövr tam başqa, müqəddəs dövr idi. Yəni, ən istedadlıları, yəni, əmisiz, dayısız, heç kimin tapşırığı ilə yox, teatrın xeyrinə, teatrın mənafeyini qorumaq naminə ansambl yaradırdılar. Və mən də elə o qismət düşdü ki, mən də ansamblın bir üzvü oldum və çalışdım ki, bugünə kimi də, necə deyirlər, öz işimlə rejissorların, ondan sonra gələn rejissorların etimadını doğruldu. İlham müəllim, bax, bir dövr oldu Azərbaycan teatrında. Komediya ustadları yetişdi. Siyavuş Aslan, Yaşar Nuri, hələ mən əvvəlki nəsli demirəm, Əli Ağayev, Lütfəli, Abdullayev. Amma sizin dövrünüz də bir qədər fərqli idi və insanlar daha çox maraq göstərirdilər, sevirdilər. Yəni, sizinlə bərabər Siyavuş Aslan, Hacıva Bağırov, tutaq ki, Yaşar Nuri, yəni bir pliyada idi. O pliyada mənə maraqlı idi. Kimlərlə dostluq edirsiniz daha çox? Və kimlərlə sözünüz çəp gəlirdi? Mən bilirsiniz, səmimi deyim. Bax, mənim üçün əziz dost olub Əli Abbas Qədirov, Yaşar Nuri, elə Fuad Poladovun özü. Yəni, biz doğrudan, biz ancaq bir-birinə belə azarkeşlik eləmişik. Elə Səməndərin, düzdür, Səməndər bir neçə bayram yaşında bizdən böyük idi. Amma o ilə da nətər deyərlər, belə çox səmimi münasibətlərimiz vardı. Hətta deyim ki,
Səməndərin çox zarafatları vardı da. Mən istəyirsən onun birini də deyim. Bir dəfə Lənkərandayıq. Lənkəranda da deməli mehmanxananı təzə açıblar. Bizdə tamaşamız var. Əlbəttə bu indi ola bilər bu söhbətin yeridir, amma bu da bir zarafatdır, yadda qalandır. Səməndər həyatı insan idi. Bir necə deyirlər, bir istedadlı da belə bir qızıl külçə idi elə bilginə. Biz də indi mehmanxanada getmişik Lənkəranda. Yaşar, mən, Səməndər bir necə deyirlər nömrədə qalırıq və böyükdür, lüksdür da, lüks deyirlər. Onun otağı ayrıdır, bizim otağımız ikisimiz birdir, bir də bizim qonaq otağı vardı. Bir gün axşam tamaşamız yoxdur. Səhər indi dəvət elədilər bizi, getdik səhər yeməyinə də. Orada üçümüz də getdik, bir axşam da tamaşa yoxdur da, gedək bir istirahət eləyək, bir beynimiz açılsın, bu gün tamaşa yoxdur. Getdik də oradan da gözəl səhər yeməyi oldu, yerim məlum, Kamran müəllim. Çox gözəl əlbəttə. Orada elə oldu ki, elə bu səhər yeməyi. Şamaxıdan tez-tez paylaşırsınız yeri gəlmişdir. Səhər yeməyi məsələn elədir ki, yaxşı oldu da. Sadəcə birin yarısı qayıdırıq. İndi səhər 8-dən başlayıb səhər yeməyi. Birin yarısı. Böyük mərasim olub da. Qayıdırıq. İndi gedib bir istirahət eləyib. Axşam da gedərək gəzməyə də. İndi bu gün istirahət eləmişik də. Teatrda tamaşa yoxdur. Yəni bizim tamaşamız yoxdur da. Elə qalxanda elə yuxarı mərtəbə, ikinci mərtəbə qalxanda gördük ki, bir dəfə dedi ki, Səməndər müəllim. Səməndər baxdı, gördü, tanışıdır da, düşdü aşağı. Dedi, bir dəqiqə mənə gözləyin. Biz də məcburuq gözləyək ki, bu getdi, açar Səməndərin cibindədir. Nömrənin açarı ondadır. Yaşan dedi, indi gələr də, kimdir soruşur da, kimsə yaxın adamdır. Bir 3 dəqiqə keçdi, gördü Səməndər gəldi. Allah behişt eləsin. İlham, Yaşar, gedirik. Bu, deməli, Kamandar müəllimdir. Kamandar müəllim də, deməli, orada, deməli, polisin rəisidir. Bizi qonaq çağırıb gedək. Onu çağırıb yerində mən qaldım ki, bu dəqiqə elə biz stoldan qalxmışıq, çörək yemişik. Yaşar da orada dedi, yox, başqa baxdı. Dedi, yox, kişi bu dəqiqə gözləyir, bu dəqiqə işə qoyub gəlib bizi qonaq aparmalı filan. Dedi, yox, biz getməyək də, Səməndər. İstəyirsən get, açarı verginə, biz qalxaq yuxarı. Bir dənə Səməndər baxdı bizə. O qəribə belə, onu belə qeyri-adi baxışları vardı. Dedi, Yaşar, İlham, siz cavansınız, mən sizdən 3-4 bayram böyüyəm. Bizim sənətdə, teatr sənətində qonaqlıqdan atqaz eləmək ən böyük cinayətdir. Onu biləsən. Biz qaldıq, neyniyəcək? Quzu kimi başımızı aşağı salıb, düşdük bunun dalıcan getdik. Yaşar Nurini xatırladınız. Yaşar Nuridən istəyərdik danışaq, çünki çox yaxın dost olmuşsunuz. Həddən artıq və bir yerdə də çəkilmişsiniz, dəfələrlə oynamışsınız. Yaşar Nuri illər ötəndən sonra İlham Namiq Kəmalın yaddaşında necə qalıb? O məqamlar olur da, məsələn, tutaq ki, hansısa bir məqamda insan xatırlayır ki, dostum, həmkarım, sirdaşım. Bilirsiniz, Yaşar Nuri necə xatırlayırsınız? Mən çox təşəkkür edirəm bu suala görə. Bilirsiniz, Yaşar Nuri haqqında, bilirsiniz, mən bu gün də səhnəyə çıxanda, bu gün də televiziya tamaşalarına çəkiləndə, bu gün də hansısa bir filmə dəvət olunanda, mən Yaşar Nuri olmadığına görə mən darıxıram. Doğrudan darıxıram. Bilirsiniz, tərəf müqabili çox müqəddəs amildir. Bir-birini başa düşmək çox müqəddəs amildir. Yəni ki, onun da məktəbi var idi. O mənada mən əlbəttə Yaşar Nuri mənim üçün bu gün də əzizdir. Dünən də əziz idi, ondan əvvəl də əziz olur. Çünki o səviyyəli sənətkarlar indi demək olar ki, yox dərəcəsindədir. Yəni, biz özümüzü aldadmayaq. O mənada çox heyif. İndi o aramızdan tez getdi, amma şəxsən mənim üçün bu sual da çətindir, cavab vermək də mənim üçün çətindir. İstər bir insan kimi Yaşar çox səmimi insan idi. Yaşar çox istedadlı insan idi. Yaşarla yolda getmək olardı, söhbət də eləmək olurdu, zarafat da eləmək olurdu. Səhnədə də belə qürrələnirdin ki, yanında sənin tərəf müqabilin belə əsl mənada peşəkardır. İlham bəy, hər birimizin həyatında bir çətin anlar olur da. İstər-istəməz, maddi baxımından, sosial baxımından. Nə vaxtsa
Yəni Paşa Paşayeviç olmusunuzmu bax həyatda? Yəni hamımız ola bilərik. O əlbəttə ki, obrazdır, o bir qabırğa obrazı idi. Qabırğa obrazı idi. Mən bilirsə Kamran müəllim, mən uzaq olmuşam. Bax, bayaq sizə qeyd elədim. Mən oturduğum, durduğum insanlar da mən elə bir yenə böyük düşməsin, düşünüb o insandan necə deyərlər, bir dostluq eləmişəm. Yəni mən səhnədə ola bilər 1000 dənə oyunlar eləyə bilərəm, 1000 dənə cilddən cildə girə bilərəm. Amma həyatda çalışmışam özümü necə babam olub, nəslimiz olub, necə atamın özünü necə aparıb, necə əmilərim olub, mən o səviyyədə özümü saxlaya bilim. Elə bugünkü gündə qardaşım da o cürdür, Cəfər Namik Kəmal da o səviyyədə özünü həyatda əsl mənada ağayana, alicənab insan kimi olub. Amma səhnədə bizim xarakterlər, o xarakterlərdə ki, biz indi Allah qismətində, indi qismətimizə düşüb o cürbəcür cildləri sizlərə, tamaşaçılara təqdim eləmək bizim borcumuzdur. Bax İlham müəllim, sizin aktyorlar var ki, onları ancaq ampula tənzimləyir. Amma məsələn, siz nə qədər komediya ustası da olsaq, həm də siz dramatik aktyorsuz. Məsələn, Arvadımın qatili fərqlidir, Mehmanxana sahibəsi fərqlidir. Balansı necə saxlayırsınız bir aktyor kimi? Yəni gülüb və ağlamaq eyni vaxtda. Yox, bir dəfə... Bir gün komediya oynuyorsunuz, növbəti gün dram səhnəsinə çıxırsınız. Faciə də niyə afət tamaşası sizdə varsa, Mehriban Ələkbərzadənin quruluşunda Doktor Qaratayev yaxud televiziya tamaşalarında göz həkimi var, orada da dramatik roldür. İstər İlyas Əfəndiyevin, onu da bilmirəm tamaşasında, o da dramatik roldür. Yəni bilirsiniz, o bizim müəllimimiz, yəni Tofiq müəllim çox bir gözəl bir sözü vardı. Deyir ki, bir var gülüş yaradan sənətkar, gülüş yaradan. Bir gün gülüş yaradırsan, bir gün dramatik rol oynarsan. Bir də var ki, gülməli adam. Azərbaycan teatr səhnəsi gülməli adamlardan uzaq olmalıdır. Yəni o gülməlidir. Yəni o məsxərə qoyulmalı bir insandır. Bir də var ki, adi bir insandır, elə başqa bir ixtisasın sahibləri kimi. O da amma çıxır səhnəyə elə bir xarakter yaradır ki, elə səviyyədə xarakteri bizə təqdim edir ki, sən istərsən ona baxıb gülürsən və yaxud da ağlayırsan, yaxud səni düşünməyi var. Bu peşədir, bu peşəkarlıqdır. Yəni gülməli adam olur da, birisi məsələn, nə bilim, bir qaz səsi çıxardır, ya bir baxırsan ki, baxdı gülməlidir, buna gülməlidir də. Yəni bunlar sənət deyil. O sənət ola bilər, o gülməli adamlar bəlkə də sirkdə ola bilər, üzr istəyirəm belə, arenada ola bilər və yaxud. Yəni özünü gülməli vəziyyətinə qoymaq yox, yalnız o oynadığın xarakteri təqdim eləmək qabiliyyətinə gərək malik olasan ki, bugün bəli, mən belə bir xarakteri təqdim eləyirəm, yəni onun düşdüyü vəziyyəti təqdim eləyirəm. Gülürlərsə, deməli o sənin qabiliyyətindir. Və yaxud o obrazı ifa edirsən, ağlayırsansa, o da sənin qabiliyyətindir. Bilirsiniz, bizim sənətdə belə bir qəribə bir deyimdə, insan istər dramatik rol olsun, istər komediya olsun, istər faciə olsun, belə ayaqyalın ülgücün üstündə elə gəzməyi gərək bacarasan ki, dabanın qanamasın. Dabanınız heç qanamayıb? Əndazəni saxlamışam da, neyniyim? Əndazə ümumiyyətlə belə deyək də kriteriyalardır da. Bax o kriteriyalar nədir İlham Namik Kəmal üçün? Kriteriya odur ki, sənin tərbiyən. Tərbiyəli insan heç səhnədə abırsız hərəkət eləməz. Abırsız söz deməz. Nələyiq hərəkət eləməz. O fikirləşəcək ki, tutaq ki, mən sizə bir açıq deyim, səmimi də, mən bu günə kimi heç bir qurtum pivə də içib səhnəyə çıxmamışam. Başa düşürsünüzmü? Mən onu düşünmüşəm, o gələnlər ailədir gəlib, balasının ailə. Onun qabağında sən nə cür üzr istəyirəm, nəsə bir adi bir qurtum nəsə bizə içib çıxa biləsən. Bax, bu söhbət ondadır. İlham tamaşaçı da necə kontakt yaradırsınız tamaşada? Maraqlıdır. Yəni tamaşaçı səhnəyə çıxırsınız,
alqışlamalıdır təbii ki aktyoru. Amma o kontaktı da gərək aktyor özü yaratsın. Bu kontaktı necə yaradırsa tamaşaçı ilə ki, tamaşaçını artıq özünüzə tabe elətdirirsiniz. Yəni o səhnədən ayrılmır. İki hissənin ikisində də oturur və baxır sona qədər. Bilirsiniz, Azərbaycan tamaşaçısı mənim doğmam ailəmin üzvüdür. Mən o cür qəbul eləmişəm. Bugün də o cür qəbul edirəm. Və səhnəyə çıxıramsa, onun üçün canı dildən o ifa eləyəcəyim xarakteri təqdim eləyirəm. Canidə. O da o cür qəbul eləyir. Bilirsiniz, lap elə adi indi tamaşaçı bir yana qaldı. Məsələn, mən küçədə gəzirəm də, mən məsələn, görürəm, özümdən asılı görürəm, qabaqda gələn təbəssümlə yerə salam verir. Mən ondan qabaq dəqiqə salamını alıram, salam verirəm. Düzdür, o məni çox görüb, ekranda görüb, teatrda görüb. Mən onu birinci dəfə də görürəm. Amma onun münasibəti elədir ki, mənim doğmamsan, o isə mənim çoxdan doğmamdır. Çünki mənim Azərbaycan xalqının ən əziz nümunəsidir, ən əziz nümayəndəsidir və mən onu doğma qohumum kimi, əzizim kimi qəbul edirəm. İlham müəllim, təşəkkür edirik maraqlı müsahibəyə görə və sizə dərin minnətdarlığımızı bildiririk. Çox sağ olun, mən sizə təşəkkür edirəm. Real TV-də Azərbaycanın xalq artisti, görkəmli kino və teatr aktyoru professor İlham Namiq Kamalın profili idi və çəkilişə yaratdığı köməyə görə Azərbaycanın ən qədim kinoteatrlarından olan Nizami Kino Mərkəzinə dərin təşəkkürümüzü bildiririk. Mövsümün ən yeni filmlərini burada izləmə imkanınız var. Salamat qalın.